Suriyadan getirilən ermənilər əllərində olan qəribə dəmirlərlə Qarabağdakı insanların beynini xüsusi professionallıqla çıxarıb işgəncə etdiklərini bilirdinizmi? Və Qarabağda yaşanan bu hadisələri video lentə almaq üçün ASV-dən kamera istənildiyində verilmədiyini bəs necə? İndi keçək bu qəzəb və utanç duyacağımız tarixin detallarına. Bəzi şeyləri bilməmək daha çox xoşbəxtlikdir. Amma bunları bilmək üzərimizə düşən ən önəmli vəzifədir. Qarabağdakı o qanlı döyüşləri, o acı həqiqətləri xalqımıza, gələcək nəsillərə çatdıranlardan biri də Xocalı soyqırımını çəkən ilk operator olaraq da tarixə keçən Seyid Ağa Mövsümlü idi. Xalqımıza olan bu ağla sığmaz işgəncə növünü məhz Seyid Ağa dilə gətirmişdi. Verdiyi müsahibələrin birində belə qeyd edirdi. Həmin vaxt Xocalıda işləyirdim. Yaralı zabit idim. Mərhum general Zaur Rızayev mənə dedi ki, operator olub əskər və zabitləri çəkməlisən. Gələcək nəsil Azərbaycan uğrunda vuruşan igidləri tanımalıdır. Beləliklə 1992-ci ilin fevral ayında Azərbaycan Respublikasının ilk hərbi repertyoru olmağımla bağlı əmr verildi. Ayın 26-sı səhər tezdən işə gələndə kapitan Mirsali Axundovun ağladığını gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət yaşanır, soyqırım olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət televiziyası və radiosu idi. O vaxtki rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, güya Xocalıda 2 nəfər şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı. Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş üçün kamera istədim. Amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovun Sony markalı kiçik kamerası var. Onlara gedib kameranı istədim. Sağ olsun, kameranı verib dedi ki, get millətimizin dərdini çək. Bu lazımdır. Fevralın 26-sında mən helikopterlə Ağdama gəldim. Fevralın 26-sı saat 12-nin yarısı idi. Xocalıdan qaçan soydaşlarımız Ağdam mehmanxanasının qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər. Qulaqları, burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqırım faktı təcili çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdam sərhədində yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik. Mən Ulu Tanrıdan özümə səbir diləyirdim ki, bu faciəni çəkim. Azərbaycan xalqına qarşı törədilən soyqırımı dünyaya yayım. Əsgəran qalasının ətrafında körpü var. Ora gəlib çatdıq. Həmin körpünün altında ermənilər bizim 30-a yaxın soydaşımızın başını kəsib, payalara keçirib yola düzmüşdülər. Nəhayət mən onları çəkməyə başladım. 2 daşnaq döyüşçüsü mənə nəzarət edirdi. Orada dəhşətli vəziyyətdə olan meyitlər vardı. Başlarının, üzlərinin dərisini soymuşdular. Mən 26 fevralda orada işgəncəyə məruz qalmış cəsədləri görmüşdüm. Orada vuruşan Suriya mənşəli ermənilərin qəribə bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub evdə xatirə kimi saxlayırdılar ki, bunlar Azərbaycanlılar, türklərdir. Orada ona yaxın qadının ayaqlarından trosla bağlayıb BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün bunları ermənilər törətmişdi. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.